İqtisadiyyat hər bir dövlətin inkişafının əsasını təşkil edən münasibətlər sistemi. Hələ ötən əsrin 90-cı illərində ümumilli lider Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu sistemi zəif quran dövlət güclü sayılmaz. Yolumuz iqtisadiyyatımızı bazar iqtisadiyyatı yoluna salmaqdır. İqtisadi reformalar keçirməkdir, islahatlar keçirməkdir və bu vasitə ilə iqtisadiyyatı canlandırmaqdır. Biz şübhəsiz ki, bu özəlləşdirmə proqramını lazımı səviyyə gətirib çıxartmalıyıq və özəlləşdirməni həyata keçirməliyik. Bizim iqtisadi potensialımız da böyükdür. Bu iqtisadi potensialdan səmərəli istifadə etməliyik. İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olması tarixin sınağından çıxmış düstur olsa da onu aşmaq elə də asan deyildi. Çünki tənəzzüldə olan ölkənin iqtisadiyyatı çökmüşdü, valyuta ehtiyatları isə yox dərəcəsində idi. Böyük hədəflərə nail olmaq üçün ən vacib məsələ maliyyə vəsaitlərinə əlçatanlıq idi və neft ehtiyatları ölkənin enerji resursları və bu resurslara yönəlik əsrin müqaviləsinin bağlanması atılmış nəinki ən vacib, düşünürəm ki, bazis xarakterli bir addım idi. 1991-94-cü illərdə inflyasiya böyük sürətlə, hətta 4 rəqəmli faiz göstəricisi ilə artırdı. Ulu Öndərin vaxtında müdaxiləsi ilə həyata keçirilən islahatlar iqtisadiyyatdakı geriləmənin qarşısını ala bildi. 1995-ci ildən yaranan stabillik ölkədə dirçəliş dövrünün əsasını qoydu. 1997-ci ildə ölkədə sənaye məhsullarının buraxılışı artdı. Neft emalı, metallurgiyadan tutmuş hər bir sahədə yüksək nəticələr əldə olundu. Görülən işlər 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirlərinin 1993-cü illə müqayisədə 85, xərclərinin isə 72 dəfə artımı ilə nəticələndi. O dövrü biz ayrı-ayrı mərhələlərə ayırsaq, 93-95-ci illəri iqtisadi tənəzzül dövrü, hansı ki, hiperinflyasiya dövrü idi, illik 13-20% müdaxilə məhsulunun azalması müşahidə edilirdi. Ondan sonraki dövr daha çox stabilləşmə dövrü idi. Sahibkarlığın inkişafından bağlı, bazar münasibətlərinin bərqərar olması, yəni bazar iqtisadiyyatının formalaşmasından bağlı, dövlət mülkiyyətinin özəlləşdirilməsindən bağlı qərarlar qəbul edildi. Və nəhayət 1998-ci ildən sonra 2003-cü ilə qədər artıq bir dinamik inkişaf təmin olunmuşdu və 2003-cü ildən etibarən isə Azərbaycan proqram təminatlı bir inkişaf dövrünə qədəm qoydu. Əsrin müqaviləsinin imzalanmasından sonra ilk olaraq 12 milyon dollarlıq ehtiyat yaradıldı. Sonraki dövrlərdə bu məbləğ 250 milyon dollara çatdırıldı. Manatın məzənnəsi stabilləşdi. Böyük neft-qaz strategiyasının icrası prosesində ölkəyə böyük həcmdə daxil olan valyuta ehtiyatlarının, belə deyək, ölkə iqtisadiyyatının ayrı-ayrı istiqamətlərinə şaxələnməsini görürük ki, burada qeyri-neft ixrac sahələridir, insan kapitalının inkişafıdır, ayrı-ayrı infrastrukturun deməli, qurulmasıdır. 1998-ci ildə İpək yolunun bərpası ilə yeni nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanı Avrasiya məkanının aparıcı nəqliyyat tranzit qovşağına çevirdi. Vətən müharibəsində əldə edilən tarixi zəfər Azərbaycanın həm iqtisadi uğurlarını, həm eyni zamanda coğrafi imkanlarından istifadə qabiliyyətini daha da artırmışdır. Ümumilli liderin hakimiyyəti illərində Azərbaycan həm də MDB məkanında torpaq islahatına başlayan ilk ölkə oldu. 1996-cı ildə keçirilən aqrar islahat Ulu Öndərin şah əsərlərindən biri idi. Bu addımla torpaq öz həqiqi sahibinə, kəndliyə verildi. Sovetlər dönəmində kollektiv təsərrüfatlara aid edilən münbit torpaqların bir hissəsi 870 min ailəyə, təxminən 3 milyon 500 min vətəndaşa paylandı. Sadə Azərbaycanlı torpaq mülkiyyətçisinə çevrildi. Bir sözlə 1995-2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanda yeni inkişaf modeli yaratdı. Əli Rızayev, Elxan Axundov, Könül Məmmədova, AzTV xəbər.